Salam əziz izləyicilər. Hər bir bitki o yetişdiyi iqlimin şəraitinə uyğunlaşır. Hər iqlimin də özünə məxsus xarakterik xəstəlikləri var və bitkilərdə də adaptasiya deyilən bir şey var, uyğunlaşma, iqlimə uyğunlaşma. Ona görə çalışmayın hansısa fərqli iqlimin bitkisini gətirib öz bağınızda əkməyə. Həmin meyvənin ya tərəvəzin öz iqliminizdə yetişmiş toxumlarından istifadə edin. Mən müşahidə eləmişəm. Tutaq ki, Qubadan gətirdiyim alma burada xəstəliyə dözümsüz olur. Abşeronda. Amma Abşeronda yetişdirilən alma uzun müddətli ki yetişdirilir, tutaq ki, illərdir bir həyətdə, ondan götürülən dözümlü olur. Yad iqlimdən gələn meyvə tərəvəz quruyur o göbələk xəstəliyinin təsiri altında. Amma yerli bitkilər xəstəliyə yoluxsa da dözür, mübarizə apara bilir, özünü qoruya bilir. O iqlimdə də belədir, tutaq ki, göbələk xəstəliyidir, eyni adlı. Biri dağlıq iqlimdə, digəri tutaq ki, aranda. Bunların da müəyyən qədər fərqləri olur. Ona görə yeni göbələk növləri meydana gəlir. Bitki göbələyindən danışıram, mikroskopik. Odur ki, çalışın yerli sortlardan istifadə edin bağ salanda və belə eləmək olar da, yerli sort ağaclar əkib istədiyin başqa iqlimin meyvəsini calaq kimi vurmaq olar ona. Çünki köhnə ağacda, gövdədə artıq bir immunitet var. O, bu yerin xəstəliklərinə qarşı mübarizə apara bilir özlüyündə. Ona görə o qurumur. Mənim gəldiyim qənaət budur. Yoxlamışam. Bir vaxt hətta bir videoda demişəm, bazardan alınan ağacı yetişdirmək, ərsəyə gətirmək çətin olur. Yarısı quruyur, yarısı qalır. O da dərman davanın hesabına. Bax, həmin fikrin davamı kimi bunu da deyirəm. Yerli növlər əkin. Sağ olun, salamat qalın.